Fevral ayının 12'sinde Bakıda ve Abşeron yarımadasında hava değişken buludlu olacaq, ara bir tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, gecə bəzi şəhər ətraf ərazilərdə çiskin olacaq, cənub-şərq küləyi əsəcək. Temperatur gecə 0-2, gündüz 6-9 dərəcə isti, atmosfer təzyiqi isə 760 mm civə sütunu olacaq. Sabah Naxçıvanda gün ərzində bəzi yerlərdə ara bir qar yağacaq, temperatur 0-4 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında sabah yağıntı ehtimalı yoxdur, lakin gündüz bəzi yerlərdə qısa müddətli qar yağacaq, duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər dağ ətəyi və dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.